xanımlarımız, hər birinizə xoş gəldin deyirəm. Xüsusən də Güllü xanıma, bizim bugün qonağımızdır. Mən Güllü xanıma ayrıca müraciətim olacaq və bu barədə ayrıca danışacağım. İlk öncə onu qeyd etmək istəyirəm ki, Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin Qadınlar Birliyinin üzvləri o qədər faal, o qədər vətənpərvərdirlər ki, bax, onlar bu ofisə gələndə bu ofis işıqlanır. Yəni ki, bu ofisin dadı duzu bizim xanımlarımızın heç vaxt olmaz. Çünki xanımlarımızla çiyin-çiyinə çalışmaq, vətənpərvərlik hissini ortaya qoymaq, bunun özü ayrı bir qürur hissidir. Bilirsinizmi? Moskva kimi, yəni Azərbaycanın özündə, yəni Azərbaycançılığa xidmət etmək, vətənpərvərlik hissini ortaya qoymaq çox asan bir işdir. Amma şərt odur ki, qürbət bir ölkədə, yəni Rusiya kimi böyük bir ölkənin paytaxtı olan, yəni böyük Moskva şəhərində öz milli mədəni irsimizi yəni təbliğ etmək, yaşatmaq, dilimizi yaşatmaq və gənc nəsilləri ötürmək, bunun özü ayrıca bir diqqət və şücaət tələb edir. Və mən özüm şəxsən Milli Mədəni Muxtariyyətin sədri kimi fəxr edirəm ki, bizim ətrafımızda belə ziyalı, qanacaqlı, mərifətli, savadlı xanımlarımız var və onlarla ayrıca qürur duyuyorum. Və bir daha bütün xanımlarımıza xoş gəldin deyirəm. Həmçinin Güllü xanım sizə mən sizin yaradıcılığınız və fəaliyyətiniz barədə, həyatınız barədə məlumat əldə edəndə mən bildim ki, siz Yaşlılar Birliyinin üzvüsünüz, həmçinin Aşıqlar Birliyinin üzvüsünüz, Aşıq Fəri Məclisinin üzvüsünüz. Ondan əlavə Dədə Ələsgər Məclisinin üzvüsünüz. Yəni mən bunları oxuyanda mən bildim ki, artıq bizim çoxlu sayda ümumi tanışlarımız var. Yəni və yaxud da deyərdim ki, ümumi dostlarımız var. Mən 2022-ci ildə Dünya Azərbaycanlılarının qurultayı deməli keçiriləndə Şuşa şəhərində mən orada iştirak etdim və oradan qayıdanda 4 nəfər, biz onları mən indi də Şuşa dostları adlandırıram, çünki çoxları ilə biz Şuşada tanış olmuşduq və elə oldu ki, bilirsinizmi, bu da Allahın bir işidir. Necə deyirlər, qismət deyilən bir şey var. Məni dəvət etdilər ki, bəxtiyar, biz sizi dəvət edirik, deməli, Dədə Ələsgər Məclisi olacaq, Şahinşah restoranında, bəlkə siz də orada olmuşsunuz. Hansı tərəfdə olur? Deməli, siz Rəşid Süleymanovu tanıyırsınız. O böyük mesenatdır, o iş adamıdır. Həmçinin Dədə Ələsgər Məclisinin fəal, yəni təşkilatçılarından biridir. Həmçinin bizim Ələddin Allahverdiyevi tanıyırsınız. Ələddin Allahverdiyev bizim Ağsaqqallar Şurasının burada üzvüdür və bizim dəyərli ziyalımızdır. Hayır ki, Ələddin müəllim Moskvada yoxdur, mən yoxsa Ələddin müəllimlə dəvət edildim bura baxmayaraq. Çünki Ələddin müəllimlə bizim çox hörmətli və dəyərli bir ziyalımızdır. Və mən o Dədə Ələsgər Məclisinə düşdüm, deməli, aparıcı da Çiçək Mahmud qızıydı. Yəqin siz onu yox, aparıcı Çiçək Mahmud qızıydı. Mən hələ bu yaşa çatmışdım, ömrüm boyu o qədər bir yerdə aşıq görməmişdim. Həmçinin aşıq xanımlar, bilirsiniz, yəni kişi aşıqlar görmüşdü, amma aşıq xanımlar orada o qədər idi ki, mən xüsusi bir zövq aldım. Çünki aşıq sənəti bizim milli dəyərimizdir, folklorumuz, hər bir musiqimiz orada özünə yer alır. Ona görə də biz onu bilirik ki, Azərbaycan hökuməti və Azərbaycan prezidenti də bu sənətə dəyər verir. Bu dəyərin bariz nümunəsi keçən il Dədə Ələsgərin abidəsinin qoyulmasıdır. Yəni, o deməkdir ki, Azərbaycan hökuməti və başda prezidentimiz olmaqla aşıq sənətinə böyük dəyər verir. Siz bizim tədbirə gəlmişsiniz. Dedim, sizin nə tədbir var ki? Dedim, Kəlağayı tədbiri. Dedim, siz hərdən bildiniz, mən də tədbirə geldim. Dedim, sizin Kəlağayıda geldim. Yəni, bunun istifadəsi mənim əzizlərim, kim necə örtün, çox vacibdir. İlk dəfə örtəndə Leyla xanım, Afa xanım o qədər sıxılırdım. Deyirdim, bilirsən, bu qoca arvatardan gəlib, bu Kəlağaya qılıb gəlib. Ancaq gördüm, necə sevgi ilə qarşılanır, necə belə hörmətlə qarşılanır. Aşıq Fəri Məclisinə 7 il mən orada bədii rəhbər işlədim. Mən o qızları dilə tutunca öldüm. Qurban olum, yalvarım. Yəni, bu millətimizin mədəniyyəti yolunda yalvararam da. Canımı qurban edərəm də. Təki, yəni bu milliliyimiz belə sərgilənsin. Birləşmək də həmişə belə gözəl olmur. Bir də görürsən ki, hərə bir yana çəkir. Ancaq mən burada bugün bir birlik gördüm. Bu birliyi alqışlayıram. Var olun. Nə yaxşı ki,
Azərbaycançılıq ideyasını burada çox gözəl yaşadırsınız. Mən də Azərbaycan ilk qadın xalq şairi Mirvarid Dilbazi adına poeziya məclisini yaratmışam, yaşadıram. Poeziyasını təbliğ edirəm. Mirvarid Dilbazi deyirdi ki, Tanrıdan bir oğul istədim. Tanrı mənə min qeyrətli oğul verdi. Mən bugün o qeyrətli oğulların sizi gördüm. Ona görə ki, onun bir qızı var, oğlu yoxdur. Çox arzulu ki, oğlu olsun. Ancaq harada qeyrətli oğul görəndə deyirəm, mənim oğlum onlardır. Elə bugün də çox qürur duyuram ki, elə Mirvarid dediyi kimi belə qeyrətli oğullarımız var. Mirvarid Dilbazi yazır ki, Azərbaycan, çıraqların gör yansın. Xalqımızın ürəyində nur yansın, mərd oğullar keşiyində dayansın. Yolun haqdır, gözün toxdur millətin, həqiqətə ölüm yoxdur millətin. Üzərindən qara yellər əsməsin, ana yurdum Azərbaycan elləri qapınızdan şadlıq ayaq kəsməsin, xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var. Bir arzum var, heç olmasın bir qəmin, ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmin, dalğalansın Azərbaycan bayrağı. Vətəndən gələn kim olur olsun, amma sizi kimi belə gözəl, başı kəlağaylı, üzü nurlu bir xanımı görmək də bir xüsusi gözəllikdir. Bizə çox xoşdur. Bir neçə il bundan əvvəl, bir 10 il, olar, bəlkə 12 il bundan əvvəl, bizim bilirsiniz də həmişə gec qalırıq, bizim bütün milli dəyərlərimizi mənfur qonşular uğurluyurlar. Düşündüm ki, bir gün kəlağaya da əl atacaqlar. Mehriban xanım var, Abdullayeva, indi Azərbaycanda yaşayır. Bakıda olanda ondan xahiş elədim ki, gələndə bir 20-yə yaxın, 30-a yaxın kəlağay gətir burada. Biz qadınlar həmişə tədbirdə kəlağay ilə oturaq. Doğrudan da Mehriban xanım gətirdi, hamımız aldıq o kəlağayı və ondan sonra başladıq həm tədbirə, kəlağayı çiynimizə salıb oturmağa. Və mən düşünürəm ki, neçə ki biz öz milli dəyərlərimizə qiymət verəcəyik, neçə ki gec qalmayacaq, bizdən heç kim heç nə uğurlaya bilməz. Uğurlasalar da özləri bərbad olarlar, biabır olarlar. Və mən bir daha çox təşəkkür edirəm sizə ki, siz bizim yeni nəsil qızların, qadınların, gənclərin yetişməyində çox böyük rol oynuyorsunuz. Allah canınızı sağ eləsin, bir daha xoş gəlmişsiniz, həmişə gəlin, bizə xoşdur. Çok sağ olun. Sizin de zəhmətiniz çoxdur. Səvalar arasında da şeir yazmışsınız rus dilində. Bu da kəlağayının beynəlxalq səviyyəyə qalxmasıdır, həm də tanıdılmasıdır. Şeirdə daha gözəl təqdim olunur. Kəlağay istənilən bir xanıma yaraşır. Bini binnət olan binəmdən gəlib. Bağını çiçək kimi sənəmdən gəlib. Nənələr nənəsi nənəmdən gəlib. Verər bizə hər murazı kəlağay. Gür saçlara, irçəklərə yaraşır. Gözəllərə, göyçəklərə yaraşır. Hər yanağı çiçəklərə yaraşır. Hər gül üzdə açar yazı kəlağay. İpəkdəndir sevincimin naxşı. Abırı, həyanı saxlar nə yaxşı. Hər ilməsi bir sevgili baxışı. Artırar qəmzəni nazı kəlağay. Güzgülənər, xınalanar qız gəlin. Sığallanar, sonalanar qız gəlin. Bulaq üstə oyalanar qız gəlin. Sevgiyə kökləyər sözü kəlağay. Hər qutası bir möhürdür, bir xaldır. Dəyərinə dəyər verən mahaldır. Güllü bir tac kimi başına saldı. Çünki gözəlliyin gözü kəlağay. Hər kəsin söhbəti sözü kəlağay. Hər kəsin söhbəti sözü kəlağay. Canımızla qalıyıq, bu torpağa bu yerə, sıralanıb dağ kimi, gəlin verək ələ. Gəl bacım, gəl qardaşım, bir olaq yumruq olaq, sinəsi dağlanmasın,
qardaşım, bir olaq yumruq olaq, sinəsi dağlanmasın, bölünməsin bu torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım, yaşa, yaşa, yaşa Azərbaycan. Eşq ilə dil açan saz havası var. Dahilər kəlamı söz havası var. 4 fəsil içində yaz havası var. Bir şirin nübardı Azərbaycanım. Hak yoldadır, zamanı var, vaxtı var. Üzü ağ yığvalı, ağ da baxtı var. Qeyrətdən, namusdan, tacı taxtı var. Haqqa havadardı Azərbaycanım. Taleyinlə yazılıbdı qisməti. Dədələrin haqqa bağlı ülfəti. Nənələrin kəlağaylı isməti. Yar olana, yar da Azərbaycanım. Papaqlar yox olmaqdadır. Mən atamı, anamın atasını, qaynatamı başı papaqlı görmüşəm. Bəs bugünün kişilərini gələcək nəsillər necə xatırlayacaq? Avropa kişilərindən fərqlənməyən bir imic formalaşmaqdadır. Yox, buna yol vermərik, özümüzə qayıtmalıyıq. Papaqları, kəlağaydan, milli dəyərlərimizdən, papaqdan, kəlağaydan uzaqlaşsaq, özümüzdən uzaqlaşmış olarıq. Çox axtardım, araşdırdım, anamı söylətdim. Ana, atamın qəşəng papağı vardı, hanı? Xatirələri çözələndi anamın. Rəhmətli Eldarın papağını rəhmətli nənən Cahan qoruyub saxlayardı. Bir gün gördüm, papağı qabağına qoyub ağlayır. Sən demə, papağa güvə düşüb. Nənən əl-ayaqdan uzaq, natəmiz olmayan yerdə çəpərin dibində müqəddəs bir varlıq kimi papağı torpağa bastırdı. Kəlağayı, əvvəli tut yarpağı, baramadır, ipəkdir. Solu əlvanlı xışlı bir müqəddəs örpəkdir. Nəvələrin öyüdü, saf niyyətdir, məsləkdir. Kəlağayı, minillərin ölçüsüdür, İsmət Xeyra rəmzidir, Məhsətinin natavanın şeir dilli səsidir. Hər rəngində bir hikmət var, elin həyat tərzidir. Kəlağayı, xanımların şərəfi, mənəvi dünyasıdır. Ona könül verənlər gözəllərin xasıdır. Vətənin dar günündə bir misri havasıdır. Kəlağayı, bir təbibdir, sehri ilə hər mərəzə dərmandır. Yaxıya qan udduran döyüşkən qəhrəmandır. Naxışı butasıyla barışa bir fərmandır. Kəlağayı, atıb başa taz edənlərin sırası, nə deyir heyratısı, sirli, yaşıl qarası, gəlinliyi, ağ birçək nənələrin mirası. Kəlağayı, ay Kəlağayı, güllünün kəlağayısı. Bu millətin yuxu ömrü hələdir, diksinib duranda qorxulu olur. Bu millətin torpağıdır Qarabağ. Bu millətin torpağını qaytarın. Bu millətin papağıdır Qarabağ. Bu millətin papağını qaytarın. Kim qaytarsa torpağını millətin həkk olacaq qayasında, daşında. Kim qaytarsa papağını millətin o duracaq bu millətin başında. Biz dünyada ədalət, haqq olmasa bu millətin qarşısında yol təkdir. Başda papaq, əldə torpaq olmasa başçı kimə, millət kimə gərəkdir? Çox şükürlər olsun ki, Qarabağ bizimdir və bizim ali komandanımıza, prezidentimizə də biz çox minnətdarıq. Çox gözəl yazım, mənim ən çox faydalı. Çox gözəl yazır. Şeir Mədət Məhməbov. Rəhmətə gedibdir. Bugün sizin hər biriniz əmək sərf edirsiniz, zəhmət
Çəkirsin deyin, sizin hər biriniz də mənim gözlərimdə əmək qəhrəmansınız. Hamınızı bağrıma basarım. Bu doğmalı üçün, bu səmimilik üçün təşəkkürümü bildirirəm. Çox var olun və yenə də bir şeirinə çıxışımı tamamlamaq istəyirəm. Sizə qurban olun. Sizə qurban olmayı bilməyiniz. Sağım güllər açdı, sol nə gözəldir. Seyrinə dalmışam bu gözəlliyin, açdığım bu qanat qol nə gözəldir. Qəlbim bu aləmin hər bucağında, ateşə dönmüşəm gül ocağında, hava könlümün bu şən çağında, dinləmən sazında tel nə gözəldir. Mərifət var oğlumda, qızımda, sədaqət var çörəyində, duzunda, ləyaqət var insanların özündə. Allah Allah, güllü mehman olan, el nə gözəldir, başına da el nə gözəldir. Var olun Leyla xanım, sizə də təşəkkür ederim. Var olana girməyim, səhərdən gözüm Leyla xanımı gəzir, gəldi görüşdü, hiss eləmədim. İndicə bildim ki, bu bizim Leyla xanımmış. Kəlağay, həyat həyalananda o mənim oldu. Mən onun, o mənim əvəzim oldu. Cehizlər içində cehizim oldu. Kəlağay, gəlinlik yaşında mənim. Bir saz havasıdır, səsim, harayım. İstərəm, səsimi ellərə yayım. Ağ bulud göylərdə, ağ kəlağayım. Yel vurur, yellənir başımda mənim. Mən ki kəlağayı başıma saldım. Ucalar yanında qalxdım, ucaldım. Güllüyəm, dərsimi anamdan aldım. Ana torpağımda, daşımda mənim. Ana torpağımda, daşımda mənim. Hemen arkasından Güllü Hanım'dan bir Qarabağ mahnısı eşidək. Çox gözəl səs var, eksklüziv olar. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharı. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharı. Dil açır qəlbimizin ən şirin